Değerli şagirdlər, abituriyentlər, izləyicilər, Hüseyn Cavidin İblis əsəri ilə bağlı 3-cü dərsimizə başlayırıq. 4-cü pərdədən başlayırıq, 4-cü məclisdən. 4-cü məclis, yəni son məclisdir. Burada hadisələr bir ormanda, meşədə cəryan edir. Burada 2 nəfər qaçaq var və bu məqamda Ariflə Rəana gəlirlər. Qaçaqlar sözsüz ki, gizlənirlər və bir güllə fit səsi eşidilir, sonra bir güllə atılır. Rəana diksinir, təlaş ilə kurşun səsi. Arif isə bunu vecinə almır, düşünür ki, bu bir çobanlardır, deyir bir çobanlardır və özünə güvənli şəkildə deyir, laybalı qəhqəhəli cibindən bir revolver çıxarır. Heç qorxma, yanımda həm silah var, həm altın əvət nasıl da parlar. Bir avuc altın çıxarır, əlində oynadıb cibinə qoyur. Qaçaqlar arxa tərəfdə ağaclar arasında görünür. Heyrətlə onları dinləyirlər. Rəna, nereden sana anlamamış sərvət? Arif məğrur qəhqəhə ilə bir arkadaşımdan oldu qismət. Yoldaşdı benimlə bir Yahudi. Pəncəmdə həlak olub boğuldu. Sərraf idi, həm də xeyli zəngin. Kənardan iblisin mənalı və istehsalı qəhqəhələri eşidilir. Bu yerdə deyim ki, mənim özüm üçün qaranlıqdır ki, bu qızıl Arifin əlinə gerçəkdən bir sərrafı, yəni qızıl alverçisini öldürüb əldə eləyibdimi? Yoxsa bu iblisin Arifə verdiyi qızıllardırmı? Bunu bilmək olmur. Rəna, sus bir ləkədir bu söz sənin üçün. 5 altına qarşı bunca vəhşət. Arif onun sözünü kəsərək, vəhşət deyil işte, bir cəsarət. Hakim, o da səndən, səndən. Rənanı qucaqlamaq istər, Rəna geri çəkilir, sərt bir baxışla, dur, böyle nəvaziş istəməm. Elə bu məqamda qaçaqlar çıxır tüfəngdən. Onu nişan alıb deyirlər ki, bəs qızılları ver. Arif bir qism 5-10 altın qızıl verəndən sonra ikinci quldur xəncəri onun çəksinə deyir, ver hamısı. Bu sırada omuzunda əski siyah palerin plaş vüqarlı, silahlı zabit, qılıqlı, qalın bıyıqlı, cür, qara saqqallı, zinda və mühib simalı Elxan ağaçlar arasından çıxar. Elxan acıqlanır bu qaçaqlara, sonra da onları iş dalından göndərir, deyir, durmayın, haydi bir baxın da nə var, bəkçilər zərrə qəflət eyləməsin. Ələ bir av keçərsə siz gətirin, bana bax kim tökərsə haqsız qan, özünə işarətlə ən ağır bir cəza verir Elxan. Rəna və Arif çox məmnun olurlar Elxanın gəlib bu məqamına çatmasından və sonra Elxan görür ki, bəs İbn Yəmini bir neçə çingənə ilə gətirirlər. Elxan onu görüncə tanıyır, gəl, yaxın gəl, adın nədir söylə. Rəna, ah, əfəndim. Elxan Rənaya, dur etməyin əzələ İbn Yəminə. Söylə kimsin, adın nə? İbn Yəmin deyir ki, İbn Yəmin Elxan. Ariflə Rənaya yarım qəhqəhə ilə. Bəni astırmaq istəyən şu ləin işdə bir av ki, izlər avçısını. Demək, məlum olur ki, İbn Yəmin bu Elxanı asırmaq istəyibdir, Elxan da ona görə qaçaq düşübdür və indi ov özü gəlib ovçunun əlinə düşüb. İbn Yəmin diz çökər, aman, əfv et, qüsurluyum Elxan. Bu hissədə deməli, dediyimiz kimi çingənə də gətiriblər, rəqqasilər də gətiriblər. Elxan o rəqqasilərin söz ki, oynamağını istəməz, deyir ki, bu ancaq İbn Yəminlərin könlünü oxşayar. İblis ağaclar arasından çıxar. İblis də gəlir bu məqamda. İblis məmnun qəhqəhlər. Bir növbə ki, işdə pək bəyəndim. Elxan, yahu səni kim buraxdı? İblis məğrur bir təvrdə əlini köksünə qoyaraq. Kəndim, Arif Elxana. Bir mürşid, o sahibi kəramət. İblisin əlini öpər. Hoş gəldin, aman nə mutlu sahib. Eyni zamanda Rəna da onun əlini öpər. Çünki bunlar bu iblisi gördükləri bu formada iblis bunlara yaxşılıq edib. Rənanın orada bildiyimiz kimi zirzəmdə gizlətmişdi. Arifə də Rənanın yerini demişdi. Elxan soruşur, kimsin əcəba? Səndəki var böyle məharət, iblis? Ben hiçlə doğan bir ulu qüvvət, ulu qüdrət. Bir qüdrət-i külliyə ki, aləm bana bədxah. Dünyada əgər varsa rəqibim, o da Allah. Gördüyünüz kimi özünü necə təqdim eləyir? Deyir, mən ulu bir qüvvətəm.
Aləm isə məni deyir, istəməyənlərdir hamısı. Mənim bir rəqibim varsa, o da Allah. Deyir, hər din ilə, məzhəblə, siyasətlə cihanda, hər fırtına qopmuşsa əvət, mən varam orada. Hər yerdəki vardır əzəmət, qəhr ilə dəhşət, hakimdir o yerlərdə şu qarşındakı xilqət. İlxan söhrəndə əvət, nuri daha olmada məşhud. Deyirdim, bənə satirə inansam, sənə məbud. Amma deyir, sənin üzündə İlxan deyir, bir nur var. Əgər deyir, nura şahidəm deyir, əgər əsatirə deyir, inansam səni məbud, yəni Allah hesab eləyərdim. İblis laibalı qəhqəhə, məbud deyil. Aləmi sarsan ulu mövcud, mövcud deyil, bəlkə vücudi ədəm əlud. Rəna deyir, İblis deyir ki, mən şərqdə abid olurum, qərbidə rahib, bir qazi olub gah edərim fitnələr icad. Bir mürşid olub gah edərim aləmi bərbad. Bəzən olurum bir papa, cənnət satarım mən. İnsa dirilib gəlsə də qorxar qəzəbimdən. Xilqətdəki hər məsələ, hər nöqteyi mövhüm, hər fəlsəfə, hər məzhəbi məslək bana məlum. Bəzən olurum bir çoban azadə bir insan, bəzən olurum zülmü fəsad aşiq sultan. Bir piri zəbun olduğum əsnada dilərsən, təbdili qiyafətlə həmən gənc olurum mən. Səhnənin işığı çəkilir, görgür olduğu İblis omuzundakı, çiynindəki, əbanı, başındakı sərpuşu və uzun ağ saqqalını qoparıb atar, səhnə yarım aydınlaşan ilk pərdədəki əzəmət və dəhşətlər də dəhşəti ilə qorxunc və sürəkli qəhqəhələrlə hər kəs heyrətə buraxmış olur. Deməli, biz çox bir müqəddəs şəxsi oxşayan libasda Allah deyirdi ki, satirə inansam səni məbud deyərdim. Və özünü təqdim edərkən deyir ki, mən gah pap oluram, gah İsa'dır, duruq gəlsə deyir, məndən qəzəbimdən qorxar, cənnət satarım. Burada papaya da sataşmış olur. Hər bir şey dünyada deyir, mənə məlumdur, gah çoban olaram, amma öz paltarını soyunur, görün ki, mən kiməm. Ətrafdakılar qorxu və heyrətlə geri çəkilər. Ah, işlə fəlakət. O nə surət, nə qiyafət, Elxan onlara. Yox, zənn edərəm, bunca təlaş etməyə hacət, Arif. Eyvah, ona yaxlaşmayın, əsla odur iblis. İblis o əvət cümlə fəlakətlərə bais. Getdikcə acı və əsəbi hallar keçirir. İblis heyrətli qəhqəhələrlə ətrafa. Şərqin əsəbi çöhrəsi bilməz ki, nə yapsın? Bilməz ki, sağır göylərə, yaxud bana tapsın. Yəni, o hətta belə bir istehza edilmişdim əsərin təhlilinin əvvəlində. İblis ümumiyyətlə Allahdan bu əsərdə belə Allaha müxalif. Deyir ki, sağır göylər, yəni bilmir ki, deyir, bu insan, bu şərq kar deyir göylərə, orada Allah'a nəzərdə tutur. Kar göylərə mi tapsın, yoxsa mənə? Sən həm əl öpər, həm də qaçarsan, bu nə halət? İlk öncə məhəbbət, fəqət ən sonda ədavət. Bu halda deyir, qoca Xavərin babası baş açıq olaraq pərişan, hal məzunanə bir qiyafətlə ağacların arasından çıxar ixtiyar, həyəcanlı və çılğıncı bir fəryad ilə. Ah, Xavər, sana kim qıydı gülüm? Mən dururkən sana layiqmi ölüm? Onlar eyvah, o səfil insanlar, qəlbi vicdanı sönük qaplanlar. Elxan onun sözünü kəsər. Söylə at, söylə bilinsin dərdi. O sönük qəlbi sındırmaq üçün nə dilərsin yaparam, etmə kədər. İxtiyar, intiqam istərəm ancaq bu qədər. Elxan, söylə kimdən, əcaba kimlərdən? İxtiyar, Tanrıdan, yırtıcı sərsəmlərdən, su batan qanlı günəşdən, göydən, hissiyin qəhqəsindən, göyə doğru ey sən ki fəxr etmədəsin ədlində, bu nə xilqət, bu nə hikmət söylə. İblis mənalı qəhqəhə ilə. Bunu deyim ki, 4-cü məclisdə, 4-cü pərdədə İblis bütün hadisələrə, bütün situasiyalara öz replikası ilə damğa vurur. Onun bütün replikaların da başında o dayanır ki, elə bil Allaha istehza eləyir ki, yəni siz insanlar, bax, Allah deyirsiniz, amma sizi bu vəziyyətə gətirəndə Allah. Və buradakı ixtiyar da görür ki, o bu hikməti anlaya bilmir, bu hökmü anlaya bilmir. Ümumiyyətlə, həyatımızda elə şeylər var ki, biz anlaya bilmirik. Biz öyle demiş, bilmək bu yetər ki, bilmək olmaz. İblis mənalı qəhqəhə ilə, fəzlə fəzlə bütün qəhrin yaz. Üzülüb durma, o heç aldırmaz. Burada Allaha nəzər tutur, yəni onun heç vecini olmaz, o heç çəkinməz, utanmaz, pərtləşməz. Bir cocuqdur ki, o pək bipərva,
Bir oyuncaqdır onun üçün dünya. Hep yapar, hep de qırar, əylənir. Allah haqqında dediyi ifadələr, bax, deyir ki, o bir uşaq kimidir, dünyanı oyuncaq bilir, istəyər qırar, istəyər düzəldir. İxtiyar, bana imdad edin eyvah imdad, emredin şimdi bulunsun cəllad. İblis bulunub gəlsə o hain əcaba nə yaparsın? Artıq İxtiyar şey bilirsiniz də, tamam humanist, insanpərvər bir adam idi. Əsərin başından düzdür, bu epizodlara biz çox da toxunmadıqsa, ən azından onu o hissəsini oxumuşdum ki, mədəni aləmdən uzaqlaşmasının səbəb mədəni aləmi vəhşi hesab eləməsi idi. Onların da ədalətsizliyin, zülmü görüb özü üçün bir xəlvətgaha çəkilmişdi. İnsanlardan uzaqlaşmışdı, amma indi İxtiyar nə deyir? Soruşur ki, sən nə qayrarsan əgər o habəni öldürmüş haini tapsan? İxtiyar, veririm dürlü cəza, didərəm, parçalarım, məhv edərim. İblis istehzalı qəhqəhə ilə. Ben sən olsam onu hep əfv edər. Amma iblis deyir ki, mən bağışlayaram. Yəni Allah bizdən bağışlamağımızı, insanlıq bizdən bağışlamağımızı istəyir, qan davasını yürütməməyimizi istəyir. İblis istehza edir. İbn Yusuf diri olsaydı, evet o da əfv etməni istərdi fəqət. Yaxud şimdi İsa dirilib gəlsə, evet yarattım insanlığı, oldum canavar, intiqam istərim ancaq bu qədər. Gördüyümüz kimi kiminsə, bilmem bunu necə ifadə edeyim, quyruğunu tapdalayanda mı deyim, yoxsa incidəndə mi deyim, dağılayanda mı deyim, insan bağışlaya bilmir. Özünə zərbə dəyəndə özü canavara dönüşür. Havənin xəyalı görünür və çəkilib gedər, elə o da deyir ki, intiqam. İxtiyar işte o dilbər mələyim, getmə durban, mən də bərabər gələyim. Çılğınca qəhqəhələrlə onu izlər, islıq səs eşilir. Bu vaxtı qaçaqlar başqa birini gətirir. Vasif və İbn Yəminin çavuşu 2 nəfər başqa qaçaqla gəlir. Yasif Rənaya. Bu zalim xunxar babanın qatili olur. Yəni İbn Yəmini nəzərdə tutur. Rəna İbn Yəminə canavar. Vasif yanındakı əskərə işarətlə. Bana anlatdı sadiq əskər dibindən 2 məktub çıxarır. Bu kağızlar dəxi ispat eylər. Demək, biz burada görürük ki, Rənanın atasının qatilini İbn Yəmin olduğunu Vasifin dilindən işidir. Sonradan görəcəyik ki, işləmə Rəna söz veribmiş ki, kim atasının qatilini bulsa, tapsa onun qadın olacaq. Elxan növbətçiyə, al bunu söylətmə daha. İbn Yəmin növbətçinin göstərdiyi yerə çəkilib durur. Bu sırada hiç səs eşidir, müxtəlif qiyafətli 4-5 qaçaq, önlərində bir papaz, bir xaxam, bir İranlı şeyx və İranlı qiyafətində qoca qara çarşaflı xəstə bir qadın 10 yaşında qambur, qaşları tökülmüş, gözləri məyub, sakat bir uşağın əlindən tutmuş olduğu halda gəlir. Bu əsərdə Hüseyin Zabit nə tərsə, bunların hamısını toplayıb gətirib bura. Cəmiyyətdə din xadimlərinin, dünyadakı bütün din xadimlərinin, yəni bütün dinlərə mənsub, bütün din xadimlərini deməyim, bütün dinlərə mənsub din xadimlərinə hərəsindən birini bura gətirmiş, bir də xalqın içindən bir nəfəni gətirmiş və bunların cəmiyyətdə yaşamaq üçün haqlarının olmadığını, bunların hamısının ölümə layiq olduğunu göstərən bir məhkəmə səhnəsi qurub, ona görə bu hissəni xüsusilə oxumaq istəyirəm. Elxan onları gətirən növbətçilərdən birinə. Bu hərfləri əcaba kim söylə, növbətçi? Birər-birər göstər. Şu papaz ermənidir. Vaxtı ilə Ermənistana daşırmış quruşun, həm də İncildir. Deməli, erməni keşiş Ermənistana güllə daşıyırmış, daşıdığı güllələrdə deyilmiş ki, İncil. Elxan istehzalı qəhqəhə ilə onun əlini onun omzuna, çiyninə qoyar. Ya, eşq olsun. Nereden aldın o hissiyatı? Verdiğin İncil mi bu təlimatı? Papaz xat çəkərək. Ah, suçum varsa əfv eylə bəni. Elxan. Bəklə dur, şimdi bulur haqq yerini. Növbətçi onu da İbn Yəminin yanına götürür. Şu hərif kim əzəba? Həm nə əbuz növbətçi. Bu Fransız tərəfindən casus. Ərəbistanı köpürdən şu adam bir Yahudi. Sanırım həm də xaxam. Demək, Ərəbistanı qarışdıran Fransız cəsusudur bu. Özü də xaxam formasındadır, Yahudi din xadimi formasındadır, amma casusdur. Elxan əli ilə onun sırtını, çiynini oxşayıb, kürəyini oxşayıb, acı qəhqəhə elə. Bu da Tevrata uyan bir dəccal. Dəccal bilirsiniz də şeytanın simvoludur.
Bu da deyir Tevrata uyanıcı Dəccal. Xaxam ayaqlarına qapan. Ah əfəndim, Elxan yetişir, qalx, Abdal. Onu da qaldırıb papasının yanına. O da qalxar papasının yanına keçər. Elxan növbətçiyə. Bildik artıq bu siyasət güdüyor. Şeyxə işarətlə. Ya bu əmmaməli şeytan nə diyor? Növbətçi İngilis dəllalıdır. Növbətçi İngilis dəllalıdır. İranda nəşri əfşar ediyormuş. Bu həqiqətən 20-ci əsrin əvvəllərində müxtəlif din xadimləri xarici Avropa ölkələrinin kəşfiyyatına işləyirlərmiş. Hətta bir faktı xatırladım. Son sultan, Osmanlı sultanının belə şeyxi, demək o dövrün Şeyxülislamı belə Avropalı olub, milliyyəti başqa olub. Hətta o Şeyxülislam Sultan haqqında deyirmiş ki, Sultan deyir, mənə şikayətlənirdi ki, nə qədər satqın olar, nə qədər xain olar, nə qədər kəşfiyyatçı olar içimizdə. Hansı birini deyir şey eləyəsən, tapasan, cəzalandırasan, ifşa eləyəsən, çox çətin. Və dərdini dediyi adam deməli, bütün bu casusların başçısı olur. O sonra öz xatirələrində yazıb, adı yadımdan çıxıb ki, başa düşmürdü ki, deyir, Sultan başa düşmürdü ki, deyir, bu casusların hamısını deyir, mən yönləndirirəm, mən istiqamətləndirirəm, mən idarə eləyirəm. Yəni, bu şeylərin hamısına Hüseyin Cavid işarə edib. Deyir ki, yəni, o dövrdəki din xadimləri hamısı xarici ölkə kəşfiyyatlarının siyasətini həyata keçirirlər. Xarici dövlətlərin siyasətini həyata keçirirlər və bu şeyx də deyir ki, İngilis dəllalıdır. İranda nəşr əfşar edirmiş, yəni fikir nəşr edirmiş, yəni ideologiya yayırmış. Elxan əcəba, şu dəni məsləki bir söylə xocam, hangi Qur'an sənə etmiş ilham? Şeyx yalvarır. Bəni aldatdı bəyim nəfsi həris. Çaldı vicdanımı xain iblis. İblis qızğın qəhqəhə ilə demişdim axı sizə, iblis hər şeyə reaksiya verir. İftira, həm də nə abdalca yalan. İblis oradan deyir ki, yəni mən bu işdə əlim olmuyor. Heç bundan xəbərim olmuyor mən. Öz eləyibdir. Şeyx dil çökər. Ah, aman Elxan, çizməsi ilə ayağının rədd eləyər. Sus, yetər, ağbaşlı yılan. O da xaxamın yanına keçər, növbətçi tüfəngi ilə şeyxin omuzundakı heybəti göstərir. Doludur heybəsi altın sərvət. İblis qəhqəhə ilə onların tanrısı altındır əvət. Bu dəfə xəstə qadın qolundan tutduğu şikəst uşağı göstərir Elxana. Bəyim, Allahı sevərsin lütfən, bizə yol ver, gedəlim erkəndən, növbətçi. Kərbəlaya gediyorlar bunlar. Şu qadın xəstə səkət oğlu da var. Bunu da burnu sağlı uşağı göstərir. Çürüyüb burnu tökülmüş yaradan, inildəyən anasına işarətlə. Bu da həp öyle, inildər hər an. Elxan, bunca zəhmət neymiş, nə içinmiş əcəba? Növbətçi, gediyorlar, alalar, bəlkə şəfa. Kərbəlada böyük diagnostika mərkəzi açıqlarmışdı o dövrdə. Elxan, yoxmu İranda həkim? Xəstə qadın var, pək çox. Dərdimiz mühlik imiş, çarəsi yox. Elxan var, gözəl çarəsi var, dur orada. Bulunur dərdinizə şimdi dəva. Onlar da əvvəlkilərin yanına keçər. İblis qafasını oynadaraq, İblis bu məsələyə də bir replikator reaksiya verir. Heyrət və iddətlə. Dərdə bax, millətə bax, niyyətə bax. Ölülərdən ölülər feyz alacaq. Ölülərdən feyz almaq bizdə hələ indi də var. Yəni, bir çox ziyarətgahlar bizdə müalicə mərkəzləri kimi fəaliyyət göstərir. Uşaq olmayana uşaq verir, dərdinə çarə tapılmayanın dərdinə dərman olur. Elxan bunların hamısını düzdürür bir cəngəyə və əmr eləyir. Hazır ol, 1, 2, 3 və ateş açılır, hamısı öldürülür. Həpsi ah eyvah. Elxan Vasifə İbn Yəminin cənazəsini göstərib, bana bax. İzləməsəydin də dəmin ələ keçməzdi inan İbn Yəmin. Xeyli məmnunum əzizim səndən. Söylə yavrum, nə dilərsin bəndən? İblis Rənayı göstərir. O gözəl afətə məftun şustocuq. Tez sapıraq istəyir ki, məsələlər İblis istəyir ki, məsələlər ilə buradaca həll olunsun. Tezcə açıqlayır ki, bəs bu oğlan Rənaya aşiq. Və Vasif də Arifə təşəkkür edir, Rənanı sağ-salamat burada gətirdiyi üçün. Amma Arif bu təşəkkürü qəbul eləmək istəmir. Qətiyyən bu məsələyə razı deyil. Arif razı deyil ki, Vasifdən geçsin. Rənanın fikrini görürük burada. Rəna Arifə deyir ki, sən bənim əski pərəstişkarım. Vasif göstərir. Bu isə ən yeni bir dildarım. Belə məlum olur ki,
Rəyananın özünün də ürəyi Vasifdədir. Haqqı əfsus edəməm bəni inkar, çünki Tanrımla mənim əhdim var. Bu səhər kim babamın qatilini bil ki, məmnun edən ancaq o bəni. Deməli, o söz verilmiş ki, kim atamın qatilini bulsa, o məni xoşbəxt eləyəcək, mən də öz ömrümü, həyatımı ona ithaf eləyəcəm. Amma Arif Rəyanaya nə deyir? Nə demək? Sən bu çürük lafı bırak. Yox, bu mümkün deyil əsla, bana bax. Bir düşün, əldə dururkən bu silah böyünə təhqirə dayanma. Arif, amma elə ki, bunlar duelə çıxmaq qərarı verirlər, amma öz-özünə Arif nə deyir burada? Ah, bir Vasifi görsəm əfsus, həyəcanlı və müstərib. Qardaşım, sevgili Vasif, bana gəl. Səni görsəm bəni qorxutmaz əzəl. Biz görür ki, Vasif də öz-özünə belə pısıldayır. Ah, fəqət qardaşım Arif və qaldım həsrət. Yaralı bir ahənglə. Neredəsin? Gəl bana Arif, əl-an. Kim bilir, bəlkə əcəl verməz zaman. İblis istəyini artıq çatıb iki qardaşı qarşı-qarşıya gətirib və duyeli idarə edir. Hazır ol 1, 2, 3 deyir və Arif Vasifi vurub öldürür. Vasif yıxılan kimi İblis Arifə deyir, səfil. Rəna Vasifin yaralandığını, artıq öldüyünü görüb, Vasif eyvah deyib, üstünə qapanır, Arif şaşkın halda. Nasıl, Vasif mi? İblis acı qəhqəhəni. Öyle ya Vasif. O Vasif ki səni eşqi yıllarca əsir etmişdi. Sana qurban oluyor baxışım. Arif şaşırır, Vasifə yaxlaşır, dəlicəsinə tədqiq edir. Son dərəcə yazanlı. Qardaşım, ah, o əbəd. Qucaqlayır, Vasif oyan. Ah, visalın nə yaman oldu aman. Şu vidayın daha müthiş Vasif. Dur, bərabər gedərim. Əlindəki silahla intihar eləmək istəyir, Rəna mane olur. Of, Arif, ixtiyar silah Arifin əlindən düşür, Vasifə baxır, qorxar, geri çəkilir, İblis sərsəmcə baxışlarla süzüb durur, İblis məğrur qəhqəhələrlə. Bir zamanlar cəbərut aləminə həp uçar, həp öyünürdün də, bu nə? Vurulub bir qıza pabus oldun, xırsız oldun, meyə mənus oldun, haqqı vicdanı bıraxdın, getdin, İxtiyar gəldiyi tərəfə işarətlə o səfilin qızını məhv etdin. Tökülən qanlara həp düşman ikən oldun öz qardaşının qatilisən. Arif çılğın hissən. Ah, bu sözlər bəni həp qəhd ediyor. Bu sırada həzin və rəqsi var bir musiqi səs eşidilir və günəş batmağa başlayır. Demək, hamı İblisə ümum lənət oxuyur. Deyir, sən bu cinayətlərə bais. Ümum deyir, qəhr olmalı, məhv olmalı İblis. Hər tərəfdən ona hücum etmək istəyirlər və İblisin son monoloqu əsərə öz damğasını vurur, əsərin ideyasını bizim üçün açıqlayır. Bu monoloqu tamı-tamına oxumaq istəyirəm. Mətin orta məktəb dərsliyində bütün təriflərdə verilmiş hissə var, altından xətt çəkdiyimiz hissə yoxdur. Amma mən hamısını oxumaq istəyirəm. İblis gah istehzalı və məğrur, gah çılğın və qorxunc qəhqəhələrlə. İblis, o böyük ad nə qədər calibi heyrət. Hər ölkədə, hər dildə anılmaqda o şöhrət. Hər qülbədə, kaşanədə, viranədə iblis. Həp Kəbədə, bütxanədə, meyxanədə iblis. Hər kəs bəni dinlər, fəqət eylər yenə nifrət. Hər kəs bana aciz qul ikən, bəslər ədavət. Lakin bəni təhqir edən, ey əbləh miskin, olduqca müsəllət sana bil nəfs-i ləimin, pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın, daim ayaq altında sönüb məhv olacaqsın. Mənsiz də əmin ol, sizə rəhbərlik edən var. Qan püskürən, atəş savuran kinli krallar, şahlar, ulu xaqanlar, o çılğın dərəbəclər, altın və qadın düşkünü divanə bəbəklər, bin hilə quran tülkü siyasilər, o hər an məzhəb çıxaran, yol ayıran xadim ədyan. Onlarda bütün fitnə və şər, zülmü xəyanət, onlar duruyorkən, bəni təhqirə nə hacət? Onlar, əvət onlar sizi çiynətməyə kafi. Kafi sizi qəhr etməyə, məhv etməyə kafi. Mən tərk edərim sizləri əl-an, nəmə lazım, hiçdən gələrək, hiçliyə olmaq daimazı. İblis nədir? Cümlə xəyanətlərə bais. Ya
Hər kəsə xain olan insan nədir? İblis. Şiddətli, sürəkli qəhqəhələr içində yerin dibinə çəkilir. Arif əli ilə saçlarını yaxalar və məzmununa bir tövr ilə baxıb durar. Ətrafdakılarda da eyni şaşqınlıq davam edər, əsəri bitir. Bu monoloq bugünkü cəmiyyətimiz üçün də, ümumiyyətlə bütün dünya üçün də həmişə aktual olan bir monoloqdur. Demək, iblislik insanın içərisindədir, duyğularındadır. Deyək ki, ədalətə, haqqa söykənməyən hisslərindədir, davranışlarındadır və xüsusilə yüksək mövqe sahiblərinin əməllərindədir. Çünki zəif adamın iblisliyi də zəif olur. Zəif adamın vurduğu ziyan, zərbə də zəif olur. Amma böyük adamların iblisliyi, vurduğu zərbələr bəşəriyyətə, insanlığa daha böyük olur. Heç nə yox, adicə bir Putinin bir ölkə başçısı olub milyonlarla insanın qırılmasına, yaralanmasına, məhv olmasına, öz yaşayış yerini tərk etməsinə, səhvli vəziyyətə düşməsinə səbəb olub. İnsanın imperialist iddiaları, nə istəyirsən. Yəni bu şeylər insanları xoşbəxt, insan həyata bir dəfə gəlir. Amma pis hisslər, duyğular başqa insanların həyatını zəhərə döndərir. Yəni belə deyək, cəmiyyət tərəfindən qəbul olunmayan, vicdanla qəbul olmayan əməl və hərəkətlərimiz bizi iblisə çevirmiş olur. İblis bizə demək istəyir ki, heç kəsi təqsirləndirməsin. Hər kəs öz içinə baxsın. Bir fövqəl bir qüvvə yoxdur ki, bizi yaxşı insan eləsin və yaxud pis insan eləsin. Bizi pis də, yaxşı da eləyən öz ağlımızdır, öz davranışımız, öz hisslərimizdir. Ağlımıza tabe olmayan hisslərimizdir, duyğularımızdır. Bu əsərdə gördüyümüz kimi Hüseyn Cavid çox mətləblərə toxunur. Yalançı din xadimlərinin iblis olmasına, savadsız insanların, cahil adamların özlərinin iblis olmasına, nəfsinə qul olan bütün şəxslərin iblis olmasına, yəni iblisliyin özümüzlə bağlı olmasına, ağla söykənməyən, məntiqə söykənməyən, ədalətə, vicdan söykənməyən hərəkətlərdə olduğunu bizə açıqlamış olur. Əsər əruz vəznindədir. Əruzun müxtəlif ölçülərində yazılıbdır. Gördüyünüz kimi əsər mənzum şəklində olsa da remarkalar nəsr şəklindədir. Nə deyim, əsərin məzmunu ilə tanış olduq. Məzmunla tanışıqsa, əsərdə nədən danışıldığı, ideyasının nə olduğu bizim üçün aydın olur. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxundusa, mənə nə mutlu.